Qız bürcü, sentyabrda planların o qədər mükəmməl olacaq ki, hətta təqvim də səndən icazə istəyəcək. İş həyatında zəhmətinin bəhrəsini görməyə başlayacaqsan. Yəni yeni məsuliyyət və ya maraqlı təklif gündəmə gələ bilər. Amma hər işi öz üzərinə götürmə. Sən axı robot deyilsən. Hərdən kömək də istəmək, komandada işləmək də lazımdır. Şəxsi həyatda subaysansa, sənə uyğun biri gözlədiyindən daha yaxın ola bilər. Bir bax gör ətrafda kim var. Münasibətdəsənsə, hər detalı analiz etmək əvəzinə biraz da anın dadını çıxar. Sevgi imtahan sualı deyil. İndi keçək vacib olan bir məsələ pula. Maliyyə baxımından sabit bir ay görünür. Büdcəni düzgün idarə etsən, həm qənaət edəcəksən, həm də ay içində özünə bir hədiyyə də alma ehtimalı olacaq və özünü də biraz sevindirə biləcəksən. Endirim var deyə hər şeyi almağa ehtiyac yoxdur. Tövsiyə ondan ibarətdir ki, ayın tövsiyəsi mükəmməllik dalınca qaçmaq əvəzinə irəliləyişə fokuslan. Bəzən kifayət qədər yaxşı, normal da böyük uğurun başlanğıcı ola bilər. Və yekunda deyə bilərəm ki, qız bürcü, sentyabrın şüarı sənin üçün budur ki, hər şeyi planlaşdır. Amma həyatın sürprizlərinə də yer saxla. Bəyəndinsə bunu paylaş və növbəti bürc proqnozunu da qaçırma.